Salam dəyərli YouTube izləyicilərimiz. Ramana Safxoz qəsəbəsində sosial binaların tam yaxın məsafəliyində, magistral yoldan da 100-150 metr məsafəlikdə belə bir gözəl həyət evimiz satışa çıxıb. Evimiz ümumilikdə 2 sot yarım torpaq sahəsindədir. Yerdən də 5-6 daş kürsüdə tikilib. Videodan da gördüyünüz kimi evin heç bir zabora bitişiyi yoxdur. Öz zaborlarından məsafəsi saxlanılaraq tikilib. Padvalına da girişi var, evin çardağına da girişi var və evdə hazırda təmir tamamlanma işləri bitir. Çox cüzi bir işləri qalıb ki, tam hazır vəziyyətə gətirilib. İnşallah ki, sizə təhvil veriləcək. Və onu da qeyd edim ki, evdə kombiyə qədər hamısı qoyulub, sizə təhvil veriləcək. Yəni əlavə qiymət gəlinmir üstünə. Hər biri qiymətə daxildir. Hazırda sanitar qovşağın aksesuarlarına qədər qoyulub. Evin həyətinə maşın rahatlıqla daxil ola bilər. 3 otaq, 100 kvadrat evimizin ümumi sahəsidir. Evin qiyməti 65 min manatdan satışa çıxıb. İnşallah ki, real alıcılarımız olarsa qiymətində indirim olunacaq evin sahibi tərəfindən. Evin tikintisi zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub. Hazırda kombi xətti çəkilib, az öncə də qeyd elədiyim kimi evin həyətdəki cüzi işləri bitəndən sonra kombisinə qədər hamısı qoyulub, sizə təhvil veriləcək. Bu isə evimizin mətbəx hissəsi, mebel arası kafeli var. Yerdə də gördüyünüz kimi kafeli hissə saxlanılıb. Aboylar vurulub, polunun lakına qədər hamısı çəkilir. Betonu, kəməri, hamısı var. 4 tərəfdən də qoşa daşdan tikilmiş evdir. Qazı, suyu, işığı daimi fasiləsizdir. Sayğaçlarının da hər biri qoyulub. Qiyməti bir daha qeyd edirəm, 65 min manat. Evin yaxınlığından 2 marşrut xətti keçir, 163 və 162 sayılı marşrut xətləridir. Bu da sondakı sanitar qovşaq. Dəyərli izləyicilərim, evlə bağlı əlavə nə sualınız olarsa, buyurub zəng edərək məlumat ala bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın.